Salam, indi isə Müsbəti Fəxrəddinin ikinci hissəsində və üçüncü məclislə başlayırıq. Deməli, bu səfərki üçüncü məclis isə Cahangir bəyin evində vaqe olur, yəni bağçasında. Birinci məclisdə gördük ki, birinci Rüstəm bəyin evində tək monoloq ilə başlayır. İkinci məclisdə isə Fəxrəddin bəyin evində başlayır. Üçüncüdə isə Cahangir bəyin bağçasında, yəni evində vaqe olur. Görək Cahangir bəy nə deyir? Belə ömür keçməkdənsə ölüb qurtulmaq yaxşıdır. Allahın bir bəlasıdır ki, düşmüşəm. Yemək yox, içmək yox, bir dəqiqə bir yerdə fərağat oturmaq yox. Mal dövlət tərac oldu getdi. Özüm də düşmüşəm bu günə. Xudaya, mən nə günah eləmişəm ki, sən mənə bu hala saldın. Nə qədər özümə söz verirəm, Qurana, kitaba and içirəm ki, bundan sonra Saadətin adını çəkməyəcəm, olmur. Dəli divanə kimi gecə yarısından keçmiş atlanıb gedirəm, o ətraflarda gəzirəm, yorulub axır nəfəs geri qayıdıram. Nə qədər fikir eləməliyəm, dərdimin əlacı, biçarə bircə şeydir ki, gərək Fəxrəddini aralıqdan götürəndən, yoxsa aya gəlin, başa çıx, dərələrdə, təpələrdə Məcnunam ki, Məcnun. Özünü, yəni Məcnun adlandırır. Fərhad və Məhərrəm daxil olur, təəccüblə Cahangirə baxıb deyirlər. Görək Fərhad nə deyir? Cahangir, nədir? Yenə sir sifətindən qan axır. Suya basılmış toyuğa oxşayırsan. Yəqin yenə o əhvalatdır ki, səni bu günə salan. Məhərrəm deyir. Mən ölüm, Fərhad, bəri gəl qayıda. Cahangiri bu halında görməkdənsə görməmək yaxşıdır. Sağ olmuş, elə bil ki, Xənzadələrin borcunu bundan almaq istəyir. Cahangir bəy deyir, əlbəttə elə deyəcəksiniz. Çodan nə bilir ki, qayış nədir? Deməli, burada belə bir məsələ çəkir. Fərhad deyir, yenə başlayıb, rəhmətli oğlu, buyur görək, təzədən nə var? Cahangir deyir, məgər siz mənim dərdimi bilmirsiniz? Dəxi nə lazım soruşmaq? Məhərrəm deyir, bu köhnə söhbətdir. Cahangir, təzədən nə var? Onu buyur görək. Cahangir bəy deyir, nə olacaq? Fəxrəddin bəy gəlibdir, ümid yerim kəsilib, vəssalam. Bundan artıq nə olsun? Nə istəyirsən? Məhərrəm deyir, ümid yerim kəsilib, sonra nə olsun? Evdə oturub dul arvad kimi zıngıldamaqdan nə ələ gələr? İnsan gərək dərdini dərman axtarsın, dərmanı tapa bilmədən səbr eləsin, dözsün, dözə bilməz boğazına bir çatı salsın, zıngıldamaqdan iş aşmaz. Yəni burada Məhərrəm deyir ki, yəni belə oturmaqdan, yalandan deyinməklə heç bir şey olmayacaq. Deyər, əgər sən dərdi və dərman axtarırsan ki, sən get o dərmanı tap da. Yəni get ona sözünü denən. Cahangir bəy deyir, necə ki, mən fikir eləmirəm, dərdimə dərman axtara bilmirəm. Gecə gündüz belə çevriləm və nə qədər fikir eləyirəm, bir əlac tapmıram. Məgər indi mənim dərdimin əlacı Fəxrəddinin fot olmağı, yəni dərdimin əlacı insan qanıdır. Yəni burada deyir ki, mənim dərdimin əlacı, yəni ki, Fəxrəddini öldürməkdir. İndi nə deyirsiniz deyin. Məhərrəm deyir, mən bilsəm ki, sənin dərdinə insan qanı dərman ola bilər, vallah mən elə bu saat Əzraili qəbul edərəm. Dərd odur ki, mən elə dərmana inanmıram. Fərhad deyir, Cahangir, mən ölüm, doğrusunu deyil. Qızın sənə heç bir meyli, biraz da meyli var ya yox. Onunla bu barədə danışmısan mı? Yoxsa elə uzaqdan uzağa məcnun olmusan? Cahangir bəy deyir, nə qədər məgər sifariş eləmişəm, cavabı həmişə birdir, mümkün deyil, məndən inciməsin. Bir dəfə yolda görmüşəm, cavab verdi ki, zülmə razı olmam. Fərhad deyir, indi biz neyniyik? Qız razı deyil, atası razı deyil, evləri qarsqalası. Bəs nə tövr olsun? Cahangir bəy deyir, aman gündür, qardaşlar, əgər bacarsanız müzaviqə eləməyin. Məhərrəm, heç fikir vermə, sizdən savayı kömək yerim yoxdur. Məhərrəm deyir, sən Cahangir, qəribə adamsan, vallahi. Mən necə fikir verməyim ki, Rüstəm bəyin evi eləyibdir, bir əl çatmaz qala, Fəxrəddin bəy həmçinin. Əlavə, tutaq ki, elə bir qadir oldu Fəxrəddin bəy öldürməyə, sonra nə olsun? Cahangir, qardaşım, acığın tutmasın. Axır sən elə yerdən tutmusan ki, mümkün olan şey deyil. Saadət xanım deyəndə bir padişah layiq qızdır, sənin mənim tayımız deyil. Axır nə lazım olur? Bir bitməyən işin dalına düşək. Cahangir bəy deyir, bayaq dedim, çotan nə bilir qayış nə çəkir. Allah səni mənim gülməli saləydi, onda bilərdin, mən nə haldayam, nə çəkirəm. Neynəyim?
Fərhad deyir. Rəhmətliyin oğlu, Məhərrəm də elə söz danışır ki, guya Fəxrəddin bəyi öldürmək çox çətin işdir. Vallahi elə bu gecə öldürdərəm. O ki qaldı qıza, sən öləsən, çətinliyi bir ələ keçməsindir, nə qayıtdıracaq. Atlılar düşər axıra, yumuşalar. Məhərrəm deyir, Fərhad, böyük danışmam. Vallah bu saat Fəxrəddin bəyin qapısına işi qədər var ki, bizi diri-diri yeyərlər. Nə söyləyirsən? Qız da o sən deyən qızlardan deyil. Aha, burada deyir ki, qız da sən deyən qızlardan deyil ki, onu sən tanımırsan. Ona yaxın getmək olur. Cahangir bəy deyir, ay uşaqlar, siz ki məni yaxşı tanıyırsınız, mənim əlimdən nə gələr, nə gəlməz. Heç kim bilməsə də siz ki görmüsünüz, siz ki bilirsiniz. Məgər mən özüm Fəxrəddini öldürməklə aciz qalmışam, əlim gəlmir, Sadətin əziyyətindən qorxuram, yoxsa mənə nə olur? Fəxrəddin deyir, uzun danışmaq lazım deyil, durun ayağa, gedək, reziləyək, bir-iki gündən sonra özümüzü vuraq əjdahalar içinə, ya onlara verən Allah, ya bizə. Hər nə ola, Fəxrəddini öldürməyə, ya qızı qaçırmağa. Vəssalam, mənim məsləhətim belədir ki, özünüz bilin. Məhərrəm deyir, baş üstə, buyurun gedək. Cahangir bəy deyir, buyurun gedək və gedirlər. Pərdə salınır, daha sonra 4-cü məclis açılır. 4-cü məclisdə isə Fəxrəddinin evinin qabağında olur. Vəqə olur, qaranlıq gecələr Fəxrəddin bəy mənzilinin qabağındakı bağçada. Pərdə qalxandan sonra Şahmar bəy gəlir, əlində tüfənglə. Şahmar bəy də Fəxrəddinin qardaşıdır. Şahmar bəy yamanca qaranlıqdır, göz görmür. Ətrafa baxır və Hacı Muradı deyir. Hacı Murad, Xəlil çağırır. Birisinin diri tuta bilsəydi, nə yaxşı olardı? Onda Rüstəm bəydən bir nəfər xilas olardı. Tutan kimi düz aparıb şəhərdə divan əlinə verərdim. Rüstəm bəyi qarışdırardım ki, necə ki o mənim əmilərimi işə saldı, qulaqları cırıldaya gedərdim. Bir yolluq canımız qurtarardı. Hacı Murad deyə çağırır. Hacı Murad, Xəlil gəlirlər. Şahmar bəy, uşaqlar, nə var, nə yox? Xəlil deyir, ağa, hələ ki bir şey yoxdur. Amma yamanca qaranlıqdır. 2 qədəmdə adamı seçmək olmur. Hacı Murad deyir, bircə elə hənirtidə bilmək olar ki, yaxında adam var. Allah eləməsin ki, bu gecə gəlsinlər. Şahmar bəy deyir. Əgər birisini diri tuta bilsəydik, çox yaxşı olardı. Ancaq Allah xatirinə özünüzü gözləyin. Yoxsa birinizi vursalar gərək biz papaq qoyub çörəyə çıxmayaq. Xəlil deyir, ağa, Hacı Rəsulun çəpəri tərəf adamımız yoxdur. Səməd kişinin evi tərəfdə qorxuludur. Şahmar bəy deyir, o tərəfdə cürət edib gələ bilməzlər. Ancaq Rəsulun çəpərində adam qoymaq gərək. Xəlil deyir, gərək mən özüm orada duram, Kərgah o tərəfdən gələn olsa, çünki dalı çox bərkdir. Tuta bilməyəcəm. Elə ataram qalar yerində. Şahmar bəy deyir, çox yaxşı, daxı durmaq yerinə deyil. Gedin görək, Allah nə istəyib. Daha sonra bunlar sər hesab olun, özünüzü gözləyin deyib gedirlər. Mən Fəxrəddinə deyəndə ki, qardaş, sən bu xarabanın işini bilməzsən, burada müsəlmanlar haqq-nahaq bir-birinə qanun içirlər. Mənə inanmırdı. İndi özü düşüb əl-ayağa. Bəs necə oğlan, elə bilirsən ki, biz burada asanlıqla çörək yerik, bizim yer Almaniyadır. Bundan sonra bilirsən ki, bu vilayətdən çıxmaq, baş çıxarmaq böyük hünər istər. Fəxrəddin bəy daxil olur, əlində tüfəng. Xaraba qalasan vilayət, mən Fəxrəddinin tüfəng, nə eləyəsən? Qudurmuş itlərdən lazımdır ki, özünü mühafizə eləyəsən. Bir adam ki, heyvandan seçilməyə, ondan əlbəttə qorxmaq gərək. Aha, burada heyvandan qorxmayan, yəni heyvan deyən Rüstəmə deyir. Şahmar bəy təbəssümlə, Fəxrəddin bəy, bizim vilayət ilə Almaniya necədir, bir-birinə bənzəyirmi? Fəxrəddin bəy deyir, yalansa xaraba qalsın sizin vilayət, hələ bir şey yoxdur ki, Şahmar bəy deyir, hələ ki xeyr, hərgah gələn olsa kənarda bir qədə qoymuşam, ilk kimi hürəcək, bizi xəbərdar eləyəcək. Fəxrəddin bəy, qoşun keçdiklə belə dolanmazlar ki, biz bir neçə gündür dolanırıq. Belə də vəhşi nadan tayfa olar, gecə-gündüz yuxusuz, hər bir saatda gözləyirik. Ha budur, evimizi otlayacaqlar, güllə baran eləyəcəklər. Daha sonra Şahmar bəy deyir, bəs biz nə edək ki, tamam ömrümüzü belə keçir, darıxma Fəxrəddin, Allah kərimdir. Ancaq qardaş, belə işlər sənin işin deyil, sən get arxayın yat. Fəxrəddin bəy deyir,
Əlbəttə, gedib yatacağam. Ancaq buraya gəlməkdə qəsdim səni görüb tapşırmaqdır ki, olmaya bir adam yaralana, hərgah bir adama güllə dəysə, Şahmar, elə bil ki, o güllə mənim gözümə dəyib. Bax, Allah xatirinə, qan tökməyin, səy eləməyin, qaçsınlar, getsinlər. Şahmar bəy deyir, sən get arxayın yat, qoymaram xəta ola. Elə gördülər ki, biz sərhesabıq, özləri qaçarlar. Qorxma, qoymaram adam vurular. Fəxrəddin bəy deyir, Allah amanında. Mən gedirəm, ancaq mən ölüm, Şahmar tapşır ki, vurmasınlar. Eşidirsənmi? Mən ölüm deyirəm, ha. Şahmar bəy deyir, qorxma, qoymaram, arxayın ol. Gecə yarıdan keçib, get yat. Fəxrəddin bəy, hərgah yatmaq mümkün olsa, yaxşı, xudafiz, deyib gedir. Şahmar bəy, xoş gəldin. Bir də elə dəlik qudurmuş Rüstəm bəy özü gələ və ələ düşsə, nə qəribə iş olar. Hər nə desəm çıxar o kişidən. 5 vaxt namazdan savay səkdə. İş bilməmək belə onlara yalvarır ki, qoyma adama zərər yetişə. Bəli, biz onları vurmayaq, onlar bizi qırsınlar. Yaxşı məsləhətdir. Vallah görək Allah pənah, deyir gedir. Şahmar bəy gedəndə biraz sonra Fərhad və Məhərrəm daxil oldular. Xoflu, yavaşdan danışırlar bağçada. Əllərində tüfəng. Fərhad, keçəl. Şeytanın ağlına gəlməyən iş sənin ağlına gəldi. Nərdivanı hara qoydun? Deyir. Məhərrəm deyir. Səpərə söykəmişəm. Təpil. Bax, Fəxrəddin bəy bu özüdür. Şamı yandırıb kitab oxuyur. Bədbəxt əcəl girləyir. Mən ölüm, hələ tələsmə, qoy görək nə qayıracaq. Kitab oxuyur, şəşrə baxır. Yəqin Saadət xanımın şəklidir. Fərhad, tamaşa yeri deyil, qardaş. Tutarlar, sən öləsən, dərdimizi boğazımdan çıxararlar. Qurtar gedər, Məhərrəm deyir. Bağ içində bizi kim görə bilər? Mən ölüm, biraz səbr elə. Afərin oğlan, pəh, Fərhad deyir. Belə dur görüm ha, qoy yatırdım, gedək sonra tərif eləyərsən. Məhərrəm deyir, mən ölüm, səbr elə. Aqidə, sən nə qorxaqsan? Belə bağ içində, belə qaranlıqda adam görmək olar, adam tutmaq olar. Fərhad deyir, bu canım ölsün ki, ya sən dəli olubsan, ya bizi əcəl girləyib. Bircə fikir elə gör, hardasan, məqam nə məqamdır? Məhərrəm deyir, sən nə ağciyər adamsan? Fərhad, qoy bir tamaşa edək, görək Saadət xanımın ruh rəvanı necə oğlandır. Maşallah, afərin, həqiqətən gözəl oğlandır. Fərhad, olmadı ki, bəsdir, rəng danışma. Sən Allah, qoy tamam eləyim ki, gedək. Məhərrəm, mənim əlim qurusun. Əgər belə cəfana mənim əlim qalxsa, heyf deyil, adam gərək onda Allahsız ola. Fərhad deyir, Məhərrəm, Allaha bax, bu yerin natqəmizə geri deyil. Məhərrəm deyir, mən ata bilmərəm, əlim qurur. Fərhad deyir, əstəğfurullah, sən belə dur, gör mən onu necə yatırdıram. Məhərrəm, olmaz, qoymaram heç vaxt. Əllərimi kəsəsən, dişlərimlə tutub qoymayacağam. Vəssalam, Fərhad deyir, bəs nə üçün məni buraya gətirmisən? Yəqin ki, mənlə düşmənçiliyin var. Məhərrəm deyir, uzun danışma, Fərhad, ağılla danış. Sənə deyirəm, qoymaram, vəssalam. Fərhad deyir, bircə də görüm, Cahangirə nə cavab verəcəksən? Məhərrəm deyir, o sənin borcun deyil. Fərhad deyir, belə məlum olur ki, biz sənlə yoldaş deyil, sən bizə yoldaş deyilsən, bəlkə hələ. Məhərrəm deyir, baş aparma, Fərhad, atam kimi danış. Kənarda tüfəng atəşinin səsi gəlir. Fəxrəddin şamı söndürür, Məhərrəm və Fərhad qaçırlar. Xəlil, tərpənmə, boynunu sovururam. Şahmar bəy deyir, Agədə, qoymayın, qabaqla, hara qaçırsan, qoymayın, Agədə. Hacı Murad, tutun, Agədə, qoymayın, getdi tüfəng səsi. Xəlil, tüfəngi elə atmazlar, al gəldi tüfəng səsi. Hacı Murad, tutmuşam, gəl, Agədə, tərpənmə, öldürdüm. Hara tərpənirsən, öldürürəm bu saat. Xəlil deyir, o birisi necə oldu, Agədə, at qalsın yerində, qoyma, qaçdı. Şahmar bəy deyir, qorxma, gəldim, buraxmayın, bağla qollarını, o birisi necə oldu, ay uşaqlar, Xəlil, o birisini apardılar, tez tüfəng atırlar, səs uzaqlaşır, qoymayın, apardılar. 5-ci məclis başlayır. Görün 5-ci məclisdə nə olur? Saadət xanım, mənim ağlım kəsmir ki, bugün Mahmud şəhərə getmiş ola, heç elə gün olmayıb ki, bizim evimiz bu mərtəbə yiyəsiz qala. Gədələrin biri də evdə yoxdur. Qanmıram, bu nə işdir? Deyirəm, yoxsa bu evi yıxılmışlar, o tərəfə gediblər. Gülbahar deyir.
Mən özüm də qalmıram. Mahmud gedəndə mənə dedi ki, şəhərdə işim var, 1-2 gündə sonra qayıdacağam. Hürü deyir. Mən onu bilirəm ki, Rüstəm bəy qaranlıq qovuşanda 1-2 saat sonra tüfəngi götürüb getdi. Deyəsən elə o bədbəxt uşaqları o tərəfə getdilər. Gülbahar xanım deyir. Yavaş bir ay qız. Bu nə səsdir? Ay başına dönüm. Səadət xanım, biraz sakit ol, görüm. Siz burada durun, mən görüm nə səsdir, bu saat qayıdaram deyib gedir. Hürü, heç belə iş görünməyib ki, sənin evindən bir Allah bəndəsi gəlin, ola sən gedəsən onun atası evinə od vurub, qardaşların öldürəsən. Belə yox olasan, sən ay Rüstəm bəy yox. Gülbahar xanım deyir, Allahın qəzəbinə gəlsin görüm. Onu evi başından uçsun, tarmar olsun, sadəcə canından uzaq yerlə. Hürü deyir, vallahi əgər sadət olmaya, bu evdə mən bir gün də qalmaram. Deyirəm, nə bilim, bəlkə Allah rəhm eləyə, bir növ bunlar barışalım. Sadəcə işin qurtaraq çıxaq gedək evimizə. Gülbahar xanım, yox, bu evi yıxılmış Rüstəm bəy parağat oturmayacaq. Ölənəcən barışıq da olsa, ola bilməz. O elə məlum deyil. Səadət xanım deyir, tələsi gəlib, Hürü nənə, Mahmudun çıxansını, Əhmədin yabıncısını, papaqlarını tez bura gətir, tez ol, tez. Sual lazım deyil, durma, Xudaya, bilmirəm, biz nə günah eləmişik ki, bu qədər müsibətlər bizim başımıza gəlir. Gülbahar, titrəmək vaxtı deyil. Bu dəqiqə sən gərəksən burada artıq qala bilməzsən. Evin yıxılsın, ata, evin yıxılsın. Gediblər, 40 olub, çoban söyləyir. Gülbahar deyir. Canım sənə qurban, Səadət, yoxsa atamın evi yıxılıbdır. Uy Allah, ölüm mənimdir. Səadət xanım, ağlamaq yeri deyil, Hürür gəlir. Gey çıxanı, papağı qoy başına Hürü nənə, sən də tez olun. Bax, ha belə, indi Allah amanıdır, durmayın. Gülbahar, mən yadından çıxardım. Gedin, Allah sizə yar olsun. Gedin, yoldan kənar özünüzü də bağçanın dalına çıxın. Ağlaşırlar və bitir. Gülbahar xanım gedə-gedə. Yazıq canım, vay hürsüz yuvasız canım, vay Səadət, ölüm yaxşıdır ayrılıqdan, deyir. Daha sonra Səadət xanım, Allah kərimdir, gedin, görün mənim başıma nə müsibətlər var. Səs gəlir, Səadət xanım irəli durub, kimsən? Yaxın gəlmə, adını de yoxsa, Rüstəm bəy baxsana. Mənəm Səadət, qorxma, Səadət xanım. Salamatsınız, ata. Dəxi məndə can qalmayıb, belə iş olmaz ki, siz mənim başıma gətirirsiniz. Rüstəm bəy deyir, qorxma qızım. Bir elə artıq iş olmayıb. Sən get içəri, yad adam var. Səadət xanım, bircə elə iş olmayıb, nə deyəsən sözdür ata. Bəs Murat ana, Allah məni öldürsün. Qurtarsın sənin əlindən. Rüstəm bəy, sənə deyirəm, belə bir iş olmayıb da, get, qalmaqal eləmə. Cəmaatı buraya tökmə. Mahmud bəy Əhməd qoluna girib yavaş-yavaş gətirir. Aha, biz burada görürük ki, Mahmud bəy artıq yaralanıbdır. Daha sonra Səadət xanım, uy qardaş, bacın ölsün. Ay qardaş, sənə nə olub? Ay qardaş. Rüstəm bəy, Səadət çağırıb bağırın, ailəmi buraya tökmə, Allah xatirinə. Mahmud bəy zəif səslə. Qorxma Səadət, qorxma, sənə mən söz verdim, mən deyən olmadı, Allah işitir. Rüstəm bəy deyir, bir yastıq, tez, ha, Səadət xanım, qasır yastıq gətirməyə. Qorxma, yasa mərdənə otur Əhməd, gir qoluna, ha belə. Mahmud bəy, tələsməyin, qoyun biraz dincəlim, yastıq gətirir. Uf, yavaş. Səadət xanım deyir, o güllə bacının gözlərinə deyəydi, ay qardaş, yazıq qardaş, dincəldinmi, ay ata, dincəldinmi? Rüstəm bəy, bir qayısı tez ha, yara gərək bağlamasa olmaz. Bəlkə xətərli yaradır, qoluna belə başına dönüm, çıxart Əhməd. Mahmud bəy yavaş, tərpətmə. Qoy biraz dincəlim. Əhməd yaraya baxır. Rüstəm bəy, qan çoxmu gedib, ay gedə. Əhməd bilmək olmur, ay ağa. İndiyə kimi axdı getdi. Qan nə qayırır? Səadət xanım gəlir əlinə qayçı. Sən belə dur, Əhməd. Bacın gözlərini qurban, qardaş. Əhməd, biraz tut, ha belə. Yavaş tut burada. Çıxart, yavaş. Bu saat canım sənə qurban. Çıxart, ha belə. Rüstəm bəy Səadətə. İndi sən belə dur. Özün də buradan get. Əhməd üsullu böyrü üstə çevir. Yaxşıdır, çox incitmə. Bu yaranı bağlasan yaxşı deyil, Səadət xanım. Elə demə, deyilən ki, evin yıxılıb, vəssalam. O güllə bacının sağ gözünə deyəydi. Ay qardaş, axır sənin nə işin vardı elə yerlərdə? Yazıq qardaş, mehriban qardaş. Dincəl ata, evi yıxılmış ata, dincəl. Rüstəm bəy, Mahmud, niyə danışmırsan? Ay başına dönüm, Mahmud. Başın biraz dikəlt, ay gedə.
Bu valid hansı cəhənnəmdə qaldı bilmirəm. Daha sonra Əhməd deyir: "Ağa, Cahangir bəyi, Vəlini tutdular. Yazıqlar şir kimi əlləşirdilər, olmadı. Zalım uşaqları güya ki bizim yolumuzu gözləyirlərmiş." Səadət xanım Mahmuda baxıb: "Oy ay qardaş, ata evin başına uçsun. Allah, ata barı üzünü qibləyə çevir." Rüstəm bəy: Mahmud, axır sən Rəşid bəyin qardaşısan, niyə belə yaslar olursan? Mahmud: "Niyə demirsən? Qoca atan sənə qurban." Səadət xanım: "Bacın gözlərinə qurban qardaş. Allahı çağır, salavat çevir. Kəlamı deyə, ürəyini, sözünü deyə. Nakam gedən qardaş." Mahmud bəy zəif səslə: "Gülbahar." Səadət xanım: "Gülbaharı çağırım mı gəlsin?" Rüstəm bəy: "Canıma od salma, ciyərimi dağlama. Nakam gedən oğul. Təqsir məndədir ay oğul. Mən ölməli idim, mən. Mahmud bəy deyir: "Gülbaharın xatirinə dəyməyin, incitməyin." Səadət xanım: "Qorxma ay qardaş. Mən ölənəcən qoymaram. Gülbahara güldən ağır söz deyirəm. Gülbaharın sənə qurban bədbəxt qardaş." Aha, artıq bu son nəfəsində deyir ki, Gülbaharı deyir, güldən artıq söz deməyin. Onun xətrinə dəyməyin. Rüstəm bəy deyir: "Ay oğul, aman gündür. Mənim evimi yıxma. Məni imansız eləmə." Əhməd: "O güllə dəyəydi mənim sağ gözümə. Ay ağa, ay yazıq Fəqir ağa. Elə adam vurmayın deyib yalvarırdın. Ay ağa, məzlum ağa." Rüstəm bəy bircə səsini çıxart: "Ay oğul. Malım dövlətim səni qurban, ay oğul. Evimə od düşsəydi Mahmud, dilimi quruyardı Mahmud." Səadət xanım: "Sən qardaşımı tufana verdin, ata. Sən yıxdın evimizi. Yurdun dağılsın, ata." Mahmuda baxıb: "Oy başınıza dönüm, qardaşım keçinir. Üzünü qibləyə çevirin." Artıq görürük ki, Mahmud keçinir. Evi yıxılmış ata. Yurda tarmar olmuş ata. Barı qoyma, qardaşım quransız keçinə. Uy Allah, yazıq qardaşım. Mahmudu qucaqlayır Rüstəm bəy. Mahmuda baxıb: "Əhməd, xalçadan tut, belə çevir. Dilin qurusaydı, oğul, üzünü qibləyə çevirirlər. Biraz da belə. Səni namus yolunda bəda verdim, oğul." Əhməd yürüyür mollar dalınca. Əhməd: "Evimiz yıxıldı, ay başına dönüm. Bu şəhidə nə Quran? Gecənin bu vaxtına molla nə qayırır, yetirməz, keçibdir." Səadət xanım tez Quranı götürüb: Ay qardaş, qulaq as gör bacının üstündə necə Quran oxuyacaq." Quranı açır: Bismillahirrahmanirrahim. Qəş eləyib yıxılır. Rüstəm bəy ayaq üstə, baş açıq: "Ay gedə, o xəncəri sox mənim ürəyimə, başına atam sənə qurban. Məni öldürən ay camaat, mən bimanı dünyada sağ qoymayın. Başınıza dönüm, Mahmud. Ev eşiyim, bu saat od vuracaq Mahmud. Səndən sonra mənə heç saat lazım deyil Mahmud. Əhməd, od gətir, küləş gətir. Yurdumu gərək xaraba qoyam. Gedə. Ay Mahmud, oy Mahmud. Belimi sındıran oğul, Əhməd, qurtarın ağa, dünyanın qiylu qalından heyf sənə. Səndən sonra mən bu evə üz döndərmərəm. Qanını əvəz eləyib, baş örtüb gedərəm, and olsun sənin bu canına. Şürbətdən əl çəkib, vətəni atıb, yurt yuvanı dağıdıb, baş örtüb gedəcəm. Ta bu ömür olmadı, üzündən öpür, özümü sənə qurban elədim. İndi get, qəbirdə rahat yat. Qanında qan eləyərəm, qorxma, gedə. Ağa, mehriban ağa, rəhimli ağa, nakam ağa. Daha sonra 6-cı məclis olur. Vaqe olur Fəxrəddin bəyin mənzilinin qabağında olan bağçada. Əhməd ətrafa baxa gəlir. Ay bivəfa, puç dünya. Bu az müddətdə gör neçə gözəl oğlanlar bada gedib. Rəşid bəy getdi, Mahmud bəy getdi, Vəli kimi əjdaha qalanın axırıncı yaradan tələf oldu getdi. Cahangir bəyin yurd yuvası dağıtdılar. Canını dustaqxanaya çürüyür. Rüstəm bəy kimi Vəliban beli bükülüb, özü durub bir yumağa. Tüfəngi sazlayıb gizlənir. Fəxrəddin bəy gəlir bağçaya. Hacı Murad, bugün gələn qəzetləri gətir bura. Heç belə yorulmamışdım ki, bugün yorulmuşam. Bizim bu cəmahat ilə məgər iş görmək olar? Günbəgün, saat nə qədər yaxın bələd oluram bunların xasiyyətinə bir o qədər aşkar görürəm ki, bir gün ilə bahar olmaz. Dəxi məni təngə gətiriblər. Ovqatım olub ələlxüsus. Biçarə Mahmudun müsibəti məni hər şeydən artıq yandırır. Hacı Murad bir səndəli gətirir, bir cür şambə, bir mız.
Hacı Murad Xəlil, necədir? Yarasa sağalıbdırmı? Hacı Murad deyir, yaxşıdır. İndi ağa, gedə az qalmış ölsün, qoçaq həkim əcəb kömək elədi. Bir-iki gün olur ki, azarxanadan çıxırıbdır. Fəxrəddin bəy deyir, çox şadam Hacı Murad. Səhər tezdən gedərsən Əhməd bəyin yanına və bir arabada apararsan, təhəng çubuğu verəcəksən, gətirərsən. Əlavə bağbanlara deyərsən ki, aşağı bağı tamam kəsələr eləsinlər, özüm də gələcəyəm. Hacı Murad, bəli ağa, baş üstə. Fəxrəddin bəy qəzetə baxıb. Gedə, bilirsən Hacı Murad baş vurub gedir. Gedə bilərsən, bu da gedir. Vallahi, billahi doğru yazıblar, haqları var. Bizim kimi vəhşi tayfanın dünya üzündə gərək yeri olmasın. Hara baxırsan, heç bir gönlün şadlayan şeyi görmürsən. Heyb səni gözəl şəriət, heyb səni gözəl İslam ki, biz vəhşi olub, qədir qiymətini qanmırıq. Tüfəng atılır, Fəxrəddin bəy yıxılıb tez qalxır. Hacı Murad tələsik gəlib onu qucaqlayır. Aha, Hacı Murad, ay başınıza dönüm, aman günüdür, gəlin. Nə oldu ay ağa, nə oldu başına dönüm? Fəxrəddin bəy, bir mürət oğlu, bir insaf oğlu. Hacı Murad, ay dad, ay fəryad, amandır, gəlin başınıza dönüm. Gəldinizmi? Şahmar bəy, Xəlil, Xudaya şükür, qəribə müsibətdir. Müsibət-i müsəlman, vəhşilik, elmsizlik, nadanlıq. Bəli, neynəmək qəza işidir. Şahmar bəy əlində tüfəng, Mələk xanım, Gülbahar, Xəliloğlu boynunda asılı tələsik gəlirlər. Hacı Murad, Şahmar bəy tüfəngi alıb qaçır. Şahmar bəy, Fəxrəddini qucaqlayıb, Xəlil, həkim, tez, qorxma, başına dönüm, qorxma, canım sənə qurban. Hacı Muradın çöldə səsi gəlir. Hacı Murad, ay namərd oğlu, namərd, hara qaçırsan? Qanını içəcəyəm, qaçma. Ay gədə, vallah, səndən əcəkməyəcəm, tüfəng atır. Mələk xanım deyir, Allah amandır, Allah amandır, Allah özün rəhm elə, qorxma. Gözlərinə qurban, oturur Fəxrəddinin yanında. Oy ay Fəxrəddin, bu nə işdir, bir düşdük. Gülbahar xanım Fəxrəddinin ayaqlarından qucaqlayır. Uy ay qardaş, uy yazıq qardaş, Fəxrəddin bəy. Qorxmayın, qorxmayın. Çıxart libasını. Hərgah ağ yeri dəyməmiş olsa ümid var. Şahmar bəy, Şahmar adlı qardaşın olmayaydı Fəxrəddin və belə müsibəti görməyəydi. Gülbahar xanım yaylıq və yastıq gətirir. Qoy buraya ha belə uzun canım səni qurban, yaranı bağlayır. Fəxrəddin bəy, həkim necə oldu? Nəfəsim darıxır. Gülbahar xanım, darıxan nəfəsin günü qara, bədbəxt bacın qurban. Fəxrəddin, bu yazıq qardaşım. Hürü tələsik daxil olur. Güllə kimə dəyib? A başınıza dönün, bu nədir? Bu nə? Allah, bu nədir? Fəxrəddin, aman gündür, Fəxrəddin, evin yıxılsın, Mələk xanım. Başını əlləmə düşsün. Mələk xanım, dincəldinmi deyil. Mələk xanım, ay cəmaat, nə gəcə yerindən çıxan tüstünü görmürsünüz? Yandım, Allah, dilim lal olaydı, Fəxrəddin. Gözlərim kör olaydı, Fəxrəddin. Gülbahar xanım deyir, uy, Şahmar, belə də qan gedərmi? Qoyma başına dönüm, amandır, Allah, amandır. Sən özün rəhm elə, bizə yazğın gəlsin, Fəxrəddin bəy. Macal vermədi, bir vəfa, heyb, Gülbahar xanım, ay başına dönüm. Həkim, necə oldu? Ay ata, evinə od düşəydi. Ay ata, yurdun tarmar olaydı. Ay ata, Fəxrəddinə baxıb, həkim necə oldu? Başınıza dönüm. Həkim qaçır Şahmar bəy. Ürəyin incidirmi, qardaş? O güllə mənim sağ gözümə dəyəydi, Fəxrəddin bəy, məktəbxana, azarxana məndən sonra tək nişanədir, dağıtma. Aha, Fəxrəddin bəy deyir ki, mənim məktəbimi və apteki deyir, dağıtma. Sadətə hörmət eləyin, düşməni bağışlayın. Deyir, sadətə görə düşməni bağışlayın. Şahmar bəy, Şahmar adlı qardaşın ölsün. Fəxrəddin, yaman yerdir, evimiz tarmar elədin. Fəxrəddin bəy, Şahmar bəy, can Şahmar, nədir başını dönüm, sözünü de. Fəxrəddin bəy, Sadət, Şahmar bəy, Hürü nənə, canım sənə qurban. Sadət xanım qonşuluqda dayısı evindədir. Çağır gəlsin, ciyərim odlanır. Fəxrəddin, Hacı Murad, Xəlil daxil olurlar. Hacı Murad, ağa, səni bu halda salanı cəhənnəmə vasil elədim. Amma heyf sənə, kəş o güllə mənə deyərdi. Aha, burada görürük, Fəxrəddini öldürəni onlar, Fəxrəddini vuran artıq öldülər.
Deyir, kaş o öykülər mənə deyəydi. Ölüm Allah əmridir. Ağa, ancaq ağlamaq qoymur danışmağa bunu. Fəxrəddin bəy, əşhədü ən la ilahə illallah, əşhədü və ən Muhammedun Resulullah. Saadət xanım daxil olur Hürü ilə. Belə dur, Hürüyə oturur Fəxrəddin yanında. Xəlil, Hacı Murad çölə çıxırlar. Şahmər bəy, Fəxrəddin, bir gözünü açıq gör, bizə kim gəlibdir. Saadət xanım, Fəxrəddin, mən səni bir yekə pəhləvan hesab eləyirdim. Bəs sən belə imişsən, Fəxrəddin bəy. Saadətin əlini tutub ağlama, mərdanə ol. Qəza işidir. Təzə bağda dəfn eyləyin. Qan tökmək kifayətdir. Saadət xanım, mənim bu yanan ciyərimi göz yaşı söndürməz. Əlini öpür Fəxrəddin. Necə gözəl arzularınız qaldı. Fəxrəddin, bu dünya necə puç o dünya imiş Fəxrəddin. Heyf sənə, heyf, heyf. Bu pis murdar ömrü müsəlman qardaş dəxi bədtər eləyib. Bu müsibət məgər nadanlıqdan, elmsizlikdən deyil. Mələk xanım deyir. Yanıram, vallahi yanıram. Billah üstümə su tökün, başınıza dönüm. Heydər, Heydər. Gəl. Şahmar, qoyma, evimizə od düşüb. Ay aman, yandım, ay Allah. Qəş eləyir. Şahmar bəy diqqətlə baxıb, belimi sındırdın qardaş, ümid yerimi kəsdin qardaş. Gedir ağlaya. Saadət xanım, Hürü nənə, Mələk xanım apar çölə, biçarə dəli olacaq. Hürü, Mələk xanımı durğuzub aparır. Dur gedək, yurdu başından uçmuş, xanimanı qalmış. Dur gedək, dur, öz əlinin evinə yıxdın. Mələk xanım, apar məni sal quyuya, atam anam sənə qurban Hürü. Fəxrəddin balam, vay. Cavan oğlum, vay. Heydər, gəl. Balamın sevgilisi yanındadır. Gəl toy elə, Heydər, gəl deyib gedirlər. Saadət xanım danışır. Tək monoloq gördüm. Bu səfər isə Saadətin tək monoloq var. Belə namərdlik olmazdı ki, sən elədin, Fəxrəddin. Ürəyimə bir dağ çəkdin. Ölənəcən yandıracaq, Fəxrəddin. Mən səni bu mərtəbədə istəməyəydim, Fəxrəddin. Bir dəqiqə bu dünyada sağ qalmazdım. Ölsəm əziyyətdən xilas olan Fəxrəddin, onu istəmirəm. Nə qədər canım sağdır, sənə təziyadır, qalacağam. Gündə 5 vaxt qəbrinin başıma dolanıb, azarxanada, məktəbxanada mücavirlik edəcəm. Səndən sonra ömrün uzun ola bilməz. Fəxrəddin, vəsiyyət edəcəyəm, qəbrimizi bir etsinlər. Heyf sənə, Fəxrəddin, bu vəhşi nadanlar sənin qədrini, qiymətini bilməzlər. İndiyə kimi qoymayıb, əlindən öpüm. Amma indi üzündən öpəcəyim. Ayrıldıq. Fəxrəddin qucaqlayıb öpür. Nəfəsim gəlmir. Bismillahirrahmanirrahim. Xudaya, mən necə bədbəxt yanaşım ki, 40 günlərin üstünə Quran oxuyuram. Məgər belə müsibət çəkmək olar? Dağılmış sinəmi parə-parə elədin, Fəxrəddin. Deyir və Bismillahirrahmanirrahim. Ciyərimi dağlandı. Fəxrəddini qucaqlayıb qəş eləyir. Sədai qəyabinə oxuyur və həsrətə qoydu fələk binabər səni, aləmdə dərd çəkməyə gördü rəva səni. Dünya evində olmadı bir yaxşı gün nəsib, övrətlər içrə eylədi bəxti qara səni. Daha sonra isə əsərin təxmininə baxaq. Əsər mövzusu ilə bağlı fərqli fikirlər söylənmişdir. Bəzi tədqiqatçılar onda mülkədar məişətindən danışığından iddia etmiş, başqaları isə ona nəsil ədavəti, qan davası haqqında əsər kimi səciyyələndirmişdir. Əslində pyesin mövzusu geniş, onda qoyulan problem daha ciddi və dramatikdir. Vəzirovun mənəvi azadlıq və humanizm ideyaları tərəqqi, xoşbəxt həyata ciddi maneə olan cəhalət və nadanlığın ifşası ilə bağlı mütərəqqi fikirləri öz əksini tapmışdır. Böyük müharici kimi Vəzirov nadanlıq və cəhalətdə mübarizə, azadlıq, humanizm uğrunda mübarizə hesab edir. Əsərin süjet xətti nadanlıq və cəhalətin hökm sürdüyü cəmiyyətin yeni yaranmağa başlayan mütərəqqi qüvvələri hakim mövqe tutan mürtəci qüvvələrin arasında kəskin ziddiyyətin ölüm-dirim mübarizəsi təşkil edir. Əsərin diqqəti razı çəkən Rüstəm bəy və Fəxrəddin bəy sürətidir.
Rüstəm bəyin pyesi deməli, lap əvvəlinə monoloqu onun düşüncələrini, həyat baxışını, xarakterindəki mühüm cəhətdən üzə çıxarır. Köhnəliklə yeniliyin üz-üzə gələcəyini, hadisələrin kəskin istiqamət alacağını qabaqcadan xəbər verir. Rüstəm bəyin mühafizəkarlığı, qəddarlığı yalnız Fəxrəddinlə evini viran qoyduğu digər bəylərlə bağlı deyil, yalnız onun Fəxrəddinlə. Bu naqislik oğluna, qızına münasibətində də özünü büruzə verir. Daha sonra deməli, eyni zamanda Rüstəm bəyin bir ata kimi övladlarına məhəbbəti, qızı Səadət xanım oxutdurması, təhsilli, ziyalı kimi yetişdirməsi, imkan yaratması, oğullar öldürümdən sarsılması, öz günahını gec də olsa dərk etməsi, yəni bu öz günahını dərk edir. Nökərlərin öz övladı kimi yanaşması onu ziddiyyətli obraz kimi səciyyələndirməyə əsas verir. Daha sonra, yəni belə, əsas yerləri belədir. Sağ olun, sağlıqla qalın.